Bəli, Macarıstan hakimiyyət dəyişikliyi astanasında səslərin demək olar ki, 99% sayıldıqdan sonra müxalifət lideri Peter Magyarın Tiza partiyası baş nazir Viktor Orbanın Fidesz partiyasına açıq fərqlə qabaqlayır. Seçki komissiyasının məlumatına görə Avropa yönümlü Tiza hazırda 199 yerlik parlamentdə 138 mandat qazanır. Bu isə o deməkdir ki, partiya 3də 2 çoxluğu təmin edir. Yalnız belə bir səs çoxluğu şəraitində Magyar geniş miqyaslı islahatlar həyata keçirə bilər. Çünki bir çox qanunları sadə səs çoxluğu ilə dəyişmək mümkün deyil. Bu, məsələn, seçki qanunvericiliyinə, vətəndaşlıq qaydalarına, pensiya sisteminin əsas aspektlərinə, vergi qanunvericiliyinə, eləcə də prezidentin seçilməsinə aiddir. Gecə saatlarında Magyar bildirdi ki, güclü mandat sayəsində hakimiyyətin ötürülməsi dinc və problemsiz şəkildə baş verəcək. O, bu barədə elə burada, hazırda mən dayandığım yerdə Dunay sahilində toplaşan 10 minlərlə coşqulu tərəfdarı qarşısında çıxış edərkən bildirdi. Bugün biz qalib gəldik. Çünki Macarlar öz vətənlərinin onlar üçün nə edə biləcəyini yox, özlərinin vətənləri üçün nə edə biləcəyini soruşdular, deyə o əlavə etdi və söz verdi ki, Macarıstan yenidən Avropa İttifaqı və NATO ilə güclü tərəfdaş olacaq. Macarıstanın baş naziri Orban partiyasının məğlubiyyətini etiraf elədi. O, seçki nəticəsini ağrılı adlandırdı. Ölkəni idarə etmək məsuliyyəti və imkanı bizə etibar edilmədi. Qalib gələn partiyanı təbrik etdim, deyə o bildirdi. Qeyd edeyim ki, bu səsvermə 1989-90-cı illərdəki demokratik dəyişikliklərdən bəri ən mühüm seçki hesab olunurdu. Və onu da deyim ki, bazar günü rekord seçici fəallığı ilə yadda qaldı. Budapeştdəki seçki komissiyasının məlumatına görə seçki məntəqələri bağlanmazdan yarım saat əvvəl seçicilərin 77,8% səs verib. 4 il əvvəl eyni vaxtda bu göstərici 67,8% idi.